Eramızdan əvvəl Albaniya dövlətinin ərazisinə daxil olan bu torpaqlarda Mehranilər nəslinin şöhrəti ucalmış. Girdiman knyazlığı məhz burada meydana gəlmişdi. Cəsarəti və ədaləti ilə seçilən Cavanşir də həmin nəcabətli nəslin övladı idi. Talıstan kəndindən şimalda, Ağçayın sahilində bugünə qədər ucalan Cavanşir qalası onun adını yaşadan tarixi bir yadigardır. 1931-ci ildə inzibati rayon kimi təşkil olmuş İsmayıllının ilk mərkəzi Baskal olmuş. Daha sonra İsmayıllı kəndinə köçürülmüşdü. O vaxta qədər ərazinin böyük hissəsi Göyçay, müəyyən hissələri isə Şamaxı və Şəki qəzalarına daxil idi. İsmayıllı 1959-cu ilə qədər kənd, 1967-ci ildənsə artıq şəhər statusu ilə tanınır. Yaşa doğma Azərbaycan.